da Azərbaycanın belə deyək, rifahlı gələcəyinin birbaşa təminatçısı oldular. Bu gün mən bir daha qeyd etdim ki, burada əyləşən ziyalı kütlə, burada əyləşən o cümlədən hörmətli şəhid valideynləri. Mən bax bu andan etibarən çalışacağım ki, sırasıyla tədbirimizdə iştirak edən qonaqlarımıza söz verim və inşallah onların da çıxışları ilə bu tədbiri, bu anım gününü davam etdirək. Amma mən ilk öncə təbii ki, məclis sahibəsi, hörmətli şəhid anası, hamımızın sevimimiz olan Sima anamızı yanıma dəvət edəcəm. Amma təbii ki, yalnız deyil, Turan Tovuz Şəhid Abiləri Birliyinin hörmətli rəhbəri Elmar qardaşımızla, Elmar bəylə bərabər dəvət edəcəm. Ki, onlar birlikdə bugün elə bir məclis sahibi olaraq həm qonaqlarımızı salamlasınlar, həm də onlara razılıqlarını bildirsinlər və fikirlərini bizimlə bölüşsünlər. Buyuraq. Siz dəyərli şəhid ailələri, məni istəyib gələnlər, hamınız xoş gəlirsiniz. Bütün şəhidlərin yeri cənnət, məqamları ucadan olsun. Sizə qurban olum ki, büyüməni siz tək qoymuyursunuz. Allah sizi var eləsin. Ben de herkes salamlayıram. Allah cəmi şəhidlərimizi ruhunu şad edilsin. Bu günləri burada dəyərli vaxtınızı sərf edib gəlib şəhidimizin ziyarətində, şəhidimizin anasını, əzizlərini, yaxınlarını tək qoymadığınız üçün, ona mənəvi dəstək olduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Allah hər birinizdən razı olsun. Allah ruhunu şad eləsin cəmi şəhidlərimizin. Şəhidlər bizim qürurumuzdur, şəhidlər bizim baş tacımızdır. Biz insanlar yaşadıkça şəhidləri yaşatmağı özümüzə borc bilməliyik. Kimliyindən asılı olmuyor. Yəni bir insanlıq borcumuz olmalıdır, bir vəzifə borcumuz olmalıdır. Onu özümüzə dərk eləməliyik ki, bizlər üçün canından keçən, bizlər üçün qanını tökən şəhidlərimizi hər zaman anmalıyıq. Onları heç bir zaman unutmağa və unutturmağa imkan verməməliyik. Mən Aşədən qırağa çıxım, yaxın bir neçə gündə qonşu qardaş ölkədə, Türkiyədə gördünüzmü bilmirəm, izləmiş olarsınız sosial şəbəkədə. Bir avtobus şoförü şəhid yoldaşından şəhid qızını avtobusa götürmədiyi üçün qıraqdan bir nəfər gəlib avtobus şoförü necə güllələyir. Niyə o şəhid ailəsinin, şəhid yoldaşına o cürünə dəyər verilir deyə. Bizim ölkəmizdə də, Azərbaycanda da şəhidlərimizin ailələrinə o cür dəyər verilməlidir, o cür yüksəklərdə tutulmalıdır. Çünki onlar bizlər yaşayaq deyə, bizlər canımız, yəni bu dünyada rahat yaşayaq deyə, qeyrətli, namuslu, şərəfli yaşayaq deyə öz evlatlarını bizlər üçün şəhadətə uzatılır, şəhid verilir. Sadəcə bir yoldur, sadəcə diqqətimizdir. Onsuz da şəhid ailələri heç kimdən heç nə istəmir. Sadəcə bir diqqət istəyir. Mənəvi dəstək olaraq, onları yolda görəndə hörmətlə, etimadla yanaşaraq, onlara öz dəyərimizi göstərərək onları biz yaşada bilərik. Allah cəmi şəhidlərimizə ruhunu şad edilsin. Bizlər bugünkü günü yaşayırıqsa, bizlər bugünkü günü evlatlarımızla, valideynlərimizlə bir yerdə isə, biz həmən şəhidlərimizin hesabına bir yerdəyik. Tovuz rayonu bütün dünyada tanınan bir rayondur. Mən deyərdim, Azərbaycan qədər olmasa da, onun qədər də olmasa biraz da olsa, amma tanınır. Bütün dünyada tanınan bir rayondur ki, bu da qəhrəmanlığındandır. Birinci Qarabağ müharibəsində bizdən qabaqki nəsillər canlarını verdilər, qanlarını verdilər, amma Tovuz rayonundan bir qarış torpaq vermədilər. Ərazimizdən bir qarış vermədilər. Dəfələrlə düşman buna cəhd eləsə, dəfələrlə içimizdən satqınlar da çıxsa, düşmanla razılaşsa belə, yenə də düşman buna nail olmadı ki, Tovuz torpağından bir qarış səhv eləsin. 12 yıl döyüşlərində indiyənə qədər olan hadisələr olmuşdu, 12 yıl döyüşlərinə qədər. Amma 12 yıl döyüşlərində olan qığılcım Azərbaycanın heç bir sərhəd bölgəsində olmamışdı. 12 yıl döyüşlərində millətin Ağdam kəndinə yığışmağı, orada əsgərlərimizin arxasında durmağı, əsgərlər keçərkən onlara ruh yüksəkliyi verməyi bütün dünya səs saldı. Və 44 günlük Qarabağ müharibəsinin azad edilməsində Tovuzun özünün böyük bir rolu var. Çünki bütün dünya göstərdi ki, əgər torpağını işğaldan azad eləmək istəyirsənsə, bu təzə əsgərlərin, hərbiçilərin yükü deyil. Bu vətəndaşların yüküdür. Vətəndaşlar həmişə əsgərin arxasında olmalıdır.
Tovuzda olan döyüşlərdə Tovuzda olan əsgərlərin heç bir arxasını boş görmədi. Hansı arxaya çöndüsə gördü əhali arxasında. Və 44 günlük vətən müharibəsində də müharibə başladı, bütöv Azərbaycan Qarabağa yollanıldı. Qarabağda da əsgərlərimiz çöndü, arxasında əhalini gördü. Arxasını həmişə dolu görən əsgər heç vaxt vətəni tərk eləməz, həmişə irəli gedər. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah Ali Baş Komandanımıza can sağlığı versin ki, bugünkü günün qüdrətli ordumuz var. Azərbaycan xalqı əmin əllərdədir, əmin ordu əllərindədir və dünyada səsimizi çıxardacaq qədər yox, sözümüzü deyəcək qədər yüksəlmişik. Hər kəsə təşəkkür edirəm. Allah hər birinizdən razı olsun.